Gəlin geosiyasi güc mərkəzləri kontekstindəki bugünkü geosiyasi reallıqlara baxaq. Bugün dünya düzəni demək olar ki sıfırlanır. Yəni dünya düzəni deyilən bir artıq belə deyək də proses qalmıyor. Bu Trump'ı veriblər qabağa. Trump demək olar ki o dünya düzənini şumlamaqla məşğuldur. Biz bunu görürük və bu yeni dünya düzəni içərisində necə bir düzen formalaşacaq? Bunlar hələ ehtimallardır və təbii ki, suallardır. Biz gələcəkdə bu dünya düzeninin formalaşmasında yerimiz harda olacaq? Cənublu, şimallı yerimiz harda olacaq? Bu günləri belə deyək də biz cənubda baş verən prosesləri layiqincə qiymətləndirməsək, onlar dəyərləndirməsək, onlar bu günləri belə deyək də əldə edə biləcək haqları ala bilməsələr, təbii ki, bizim yerimiz harda olacaq, indidən artıq müəyyən eləmək çətin deyil. Bu günləri dünya düzəni sıfırlanır və baxın, o hansı ki institusional sistemlər var idi, insan haqları, beynəlxalq valyuta fondu, Dünya Bankı, Ümumi Dünya Ticarət Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və s. Yəni hansı ki bu institusional belə deyək də dünyada bu nizamın formalaşmasında və Amerikanın dünya güclərinin yaratdığı onlar da bir institusional platformaydı, hansı ki təzyiq alətləri idi, təsir alətləri idi və səndən dünyanı belə deyək də istənilən yerində öz maraqları çərçivəsində müəyyən geosiyasi maraqlarını həll edirdilər. İndi bu artıq demək olar ki, bu güc mərkəzlərini və onların yaratdığı o deyək ki, institusional sistem də çökür, onların da təsirləri yoxdur. Yəni insanlar, dövlətlər və xalqlar öz taleyindən baş-başa qalır. Yəni güclü olmaq, haqlı olmaq deməkdir prinsipi bu günləri meydana gəlir. Yəni belə bir şəraitdə təbii ki, Trump'ın təyyarəsinə, vertolyotuna, nə bilim keçirdiyi əməliyyatlara ümid bağlamaq düşünürəm ki, müəyyən mənada bir xəyal qırıqlığı yaradır və proseslərin inkişafında bir, necə deyirlər, qırılma nöqtəsi gətirir. Yəni insanlar gözləyir ki, Trump gələcək ona hansısa bir belə, necə deyirlər, bir dövlət quracaq, ondan sonra onun bu parçalanmasında ona nəysə pay verəcək. Düşünürəm ki, bu geosiyasi proseslərin içərisində bu fonda, bu məsələdə bir məntiq axtarsaq da, məntiq olsa da, təbii ki, dünya gücləri var, dünyanın bölüşməsində onların rolu var, bunlar danılmazdır. Amma, necə deyirlər, bir xalq olaraq sən öz milli kimliyini başa düşməsən, öz dəyərlərini, öz prinsiplərini, öz, deyək ki, dövlət istəmək, qurmaq bacarını, potensialını ortaya qoymasan, heç bir güc sənə hardansa nəysə pay verir.